Yine Ramazana hazırlıq mövzusunda Ramazana e, nəfslərin hazır olmasının, Ramazanı qarşılamaq üçün hazır olmağın əhəmiyyəti. Yəni Allah Teala qullarına itaət mövsümlərini təyin etmişdir ki, o mövsümlərdə müsəlman Rəbbinə yaxınlaşmaq üçün azuqə götürsün. Allah Teala bütün bəndələrini, kişiləri və qadınları özünə tərəf yönəlməyə, qarşısında yalvarmağa və ibadətlərdən azuqə toplamağa çağırmışdır. Və budur, artıq müsəlmanlar bu əzəmətli ayı qarşılamağa hazırlaşıblar. Yəni yaxınlaşıblar, olduqca yaxınlar. Və bu günlərdə yəni müsəlmanın bu ay üçün hazırlaşması olduqca mühümdür. Bu aydan istifadə etmək üçün. Yəni Allah Teala'nın insana ömür verməsi, yaşatması, bu aya yetişdirməsi Allah Teala'nın bir ikramıdır. Yaxında artıq bu qonaq, yəni Ramazan ayı gəlir. Və müsəlmanlar bu qonağı hazır, yəni hazır olduqları şəkildə qarşılamalıdırlar. Yəni bu qonaq yəni insanlara darlıq və sıxıntı gətirmək üçün gəlmir. Və bu qonağın gəlişi günahların silinməsi üçün və dərəcələrin qaldırılması üçündür. Və burada edəcəyimiz və özümüzü Ramazanın gəlişinə hazırlamaq üçün edəcəyimiz əməllər vardır. Allah Teala öz kitabında xeyirlərə tələsməyi buyurmuşdur. Və Allah Teala buyurur ki, İ'ləmu ənəməl həyətud dünya lə'ibun və ləhvun və zinətun və təfəxurun fil əmvali vəl əvlad. Təfəxurun beynəkum və təkəthur fil əmvali vəl əvlad. Kəməthəli qaythin ə'cəbəl kuffara nəbətuh. ثم يهيج فتراه مصفرا ثم يكون حطاما وفي الآخرة عذاب شديد ومغفرة من الله ورضوان وما الحياة الدنيا إلا متاع الغرور. Hədis surəsi 20-ci ayə. Ey insanlar, bilin ki, dünya həyatı oyun oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal dövlət, oğul uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki, məhsul əkincilərin xoşuna gələr, sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Dünya malına aldananları ahirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allahdan bağışlanma və razılıq gözləyir.
Dünya hayatı aldanıştan, yalandan başka bir şey değildir. Ve diğer ayette Allah Teala buyurur: Ya eyyühellezine amenu la tulhikum amvalukum ve la avladukum an zikrillah ve men yef'al zalika fe ulaike humul khasirun. Ey iman getirenler, sizin mallarınız ve evladlarınız sizi Allah'ın zikrinden yayındırmasın. Kim bunu ederse, yani böyle ederse onlar husrana düşenlerdir. Ve başka ayette Allah Teala buyurur: Festebiqul hayrat. Xeyirlerde ötüşün, xeyirlərə yarışın. Ve Allah Teala bütün bəndələrini özünə yaxınlaşdıracaq və qiyamət günü onları xoşbəxt edəcək bir əmələ çağırır. Və təzəvvədu, siz azuqə götürün. Fə innə xayraz zədit təqvə həqiqətən ən xeyirli azuqə təqvadır. Vəttəqun ya ulul əlbəb, ey ağıl sahibləri, təqvalı olun. Yəni Allah Teala bir çox ayələrdə qullarını salih əməllərlə hazırlaşmağa çağırır. Yəni dünya həyatında axirətə yönəlməzdən əvvəl. Əgər Allah Teala qulunu müvəffəq edərsə və insan hazırlaşarsa və Ramazan ayı daxil olduğu zaman, hansı ki məğfirət ayıdır və onu qarşılanmaq üçün, yəni hazır olduğu halda, yəni insan həqiqətən xeyirlər əldə edər. Əgər insan hazırlaşmasa, Ramazan ayı daxil olduğu zaman insana tənbəllik çökər, o məhrum olanlardan olar. Və buna görə də bu ay girməzdən əvvəl, başlamazdan əvvəl ən mühüm məsələlərdən biri qəlblərin islahıdır. Nu'man ibn Bəşir radiyallahu anhudan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ələ və innə fil cəsədi mudğa, bilin ki, bədəndə bir ət parçası vardır. İzə salahət salahəl cəsədi kullu, o sağlam olarsa bütün bədən sağlam olar, körlanarsa bütün bədən körlanar. Ələ və hiyəl qalb, və bilin ki, o qəlbdir. Və Əbu Hureyra radiyallahu anh hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allah la yanzuru ilə suvarikum və la ilə əmvalikum. Allah Teala sizin surətinizə və mallarınıza baxmaz. Və lakin yanzuru ilə qulubikum və a'malikum. Sizin qəlbinizə və qəlbdən doğan əməllərə baxar. Yəni qəlblər Allah Teala'nın baxdığı yerdir. Yəni əsas olan qəlbdir və bədən üzvləri isə buna tabedir. Qəlbin islahı bədən üzvlərinin islahı deməkdir. Əgər qəlb körlanarsa və zəifləyərsə və bədən üzvləri də artıq körlanır, zəifləyir, yəni ibadətdə zəif olur. Və buna görə də müsəlman Ramazan ayı girməzdən əvvəl qəlbini hazırlamalıdır. Əturidə ən təkunə mimmən yəqra'ul Qur'an. Əgər sən çox Quran oxumağı istəyənlərdənsənsə, çoxlu istiğfar etmək, çoxlu təsbih, zikr etmək, sədəqə vermək, tövbə etmək, bunun üçün əsas olan qəlbin islahıdır. Əgər qəlb islah olarsa, insan çoxlu Quran oxuyar. Necə ki, Osman radiyallahu anh'ın sözü var ki, əgər qəlbləriniz pak olsaydı, Quran oxumaqdan doymazdınız. Çünki qəlb salih olduğu zaman, düzəldiyi zaman, yəni bədənlər də düzəlir. Yəni insan qəlbini həsəddən, təkəbbürlükdən, qürrələnməkdən təmizləməli. Və həmçinin insan öz nəfsi ilə xoşal olmaqdan, öcübdən, qürrələnməkdən təmizləməli. Kin-küdurətdən həmçinin, yəni müsəlmanlara qarşı kin saxlamaq, kin-küdurət bəsləməkdən təmizləməlidir. Ədavətdən təmizləməli. Və qəlb başqalarına qarşı saf olmalıdır. Və həsədi qəlbində qoyma ki, böyüsün. Və həmçinin müsəlmanlar arasında büğz, nifrət və bir-birindən uzaq olmaq, yəni bu artıq digər fitnə, fəsada və həmçinin Allah Teala'nın razı qalmadığı işlərə gətirib çıxarır. Yəni bunun başlı səbəbləri də elə həsəddir, kin-küdurətdir və görürsən ki, yəni bu qonşusuna və yaxud da dostuna və o birisi isə başqasına
Yəni həsəd aparır. Nəyə görə? O çox vaxtda yəni dünya malına görədir. Və buna görə insan Ramazan ayı gəlməzdən əvvəl qəlbini islah etməlidir. Qəlbin islah olması bədən üzvlərinin müstəqim, yəni istiqamə üzərində olmasına, düzəlməsinə səbəbdir. Əgər qəlb düzələrsə, yəni insanın qəlbi Quran oxuduğu zaman xuşu içərisində olar, qorxmasına səbəb olar. Və həmçinin Quran oxumaqla hidayət əldə edər. Və həmçinin namazla, əgər qəlb düzəlirsə, insan namazı ilə ləzzət alar. Qəlb düzələrsə, sədəqə verməklə ləzzət alar. Və həmçinin qəlb islah olarsa və onun üçün istiğfar etmək, bağışlanma diləmək onun üçün asanlaşar. Tövbə etmək asanlaşar, Allaha dönmək asanlaşar. Ümumiyyətlə, qəlbin islahı insanın islahı deməkdir. Və bütün bunların hamısından ötürü ilk öncə insan qəlbini düzəltməli, qəlbinin islahı üçün çalışmalıdır. İnsan nəfsi də insana tez-tez yəni pislikləri əmr edir. Və insan nəfsinə qarşı vuruşmalıdır ki, nəfsdə olan şər istəklər azalsın. Şər istəklərin azalması üçün insan nəfsinin, qəlbinin islahına çalışmalıdır. Və həmçinin deməli, Ramazan ayına başlamazdan öncə ən böyük hazırlıq qəlbin hazırlığıdır, qəlbin islahıdır. Və insan üçün necə də gözəldir, qəlbi salamat olduğu halda yaşaması. Həsən-i Basri rahimehullah deyir ki, sahabələrin başqalarını ötməsi onların bir çox əməllərinə görə deyildi. Çox əməllər etməsinə görə yox, onların qəlblərinin salamat olmasına görə idi. Və həmçinin Ramazan ayına başlamazdan əvvəl insanın özü ilə qardaşlar arasında hər hansı bir küsünlük olubsa və onu aradan qaldırmağa çalışmasıdır. Bağışlamaq, keçmək və buna görədir, çalış ki, arada saflıq olsun və təğaful. Təğaful da nədir? İnsanın yola verməyi bacarması, görməməzlikdən gəlməsi və həqiqətən bu insanın həyatının və halının islahı deməkdir. Və insan öz qardaşını həcr etməkdən, tərk etməkdən həzər etməlidir. Və xüsusən də belə əzəmətli aya gəldiyi zaman. Və bu ay gəldiyi zaman bir carçı hər gecə çağıraraq deyər ki, ya bəğiyəl xeyri aqbil. Ey xeyr istəyən insan, sən xeyrə yönəl. Və ya bəğiyəl şərri aqsir. Ey şər istəyən, şərrə, pisliyə son qoy. Yəni bu Ramazanın hər gecəsi belə deyilir. Və buna görə də insan bacardığı qədər keçməli, halallıq verməli. Çünki insan halallıq verməklə, intiqam almaqla əldə etdiyindən daha üstünlüyünü qazanır. Məsələn, deyək ki, insan halallıq vermir, bağışlamır. Onun üçün nə olacaq qiyamət günü? Qiyamət günü onun savablarından götürəcək və yaxud da savabları qutarsa, bunun günahlarından ona yüklənəcəkdir. Amma halallıq verdiyi zaman bundan da daha artığını əldə etmiş olur. Və ona görə insan narahat olmalı deyil. Halallıq verdim, o xeyirləri əldə etmirəm. Əksinə, insan halallıq verməklə daha çox xeyir əldə edir. Bəzən olur ki, insan artıq ölüm onu yaxaladığı zaman hələ yenə qəlbində qardaşlarına qarşı kin bəslədiyi halda dünyasını dəyişir. Və necə də gözəldir insan dünyadan çıxdığı zaman yüngül halda çıxması. Günahlardan təmizlənmiş halda çıxması. Və həmçinin Ramazandan əvvəl haqları öz əhlinə qaytarması. Bu da mühüm məsələlərdən biridir. Ramazan ayı girməzdən əvvəl gərək insan üzərində bir haqq qalmasın, haqları öz əhlinə qaytarsın. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "Lə tuəddunna əl-huquqa ilə əhliha yevməl qiyamə." Qiyamət günü siz haqları əhlinə mütləq şəkildə qaytaracaqsınız. Hətta buynuzsuz qoçun buynuzlu qoçdan qisası alınacaqdır.
Və digər rivayətdə gəlir ki, hətta yuqtassa linnəmləti minənnəmlə. Qarışqanın qisası digər qarışqadan alınacaqdır. Yəni insan haqlardan, haqlara qarşı biganə olmamalıdır. Haqları əhlinə qaytarmalıdır. Əgər bugün qaytarmasan, qiyamət günü qaytaracaqsan. Qiyamət günü də dinar yox, dirhəm yox. Qiyamət günü qaytarmaq həsənətlərlə olacaq. Namazlar, oruclar, sədəqələr, Quran oxumaq və oxuduğu Quranlar hamısı yəni haqq sahibinə verilə bilər. Yəni insan bugün qaytarmağa qadirdir. Amma qiyamət günü isə yəni əvəzləşmə həsənətlərlə olacaqdır. Yəni bugün insan namaz qılıb, oruç tutub, Quran oxuyub, istiğfar edib çoxlu həsənətlər, savablar qazanıb, qiyamət günü onlar yəni zülm etdiyi kimsəyə verilə bilər. Allah Teala buyurur: "La zulmel yevm." Yəni bugün qiyamət günü heç bir əsla zülm, haqsızlıq olmayacaqdır. İnnallah səri'ul hisab. Yəni Allah Teala olduqca sürətli, tez, haqq hesab çəkəndir. Və digər ayədə buyurur ki: "Əl-yevmə tuczə kullu nəfsin bimə kəsəbət." Yəni bugün hər bir kəsin qazandığı ona veriləcəkdir. Yəni insanın əli ilə qazandığı hər bir şey ona qarşılığı veriləcəkdir. Xeyirdirsə mükafatı olacaq, şərdirsə cəzası olacaqdır. Yəni o gün insan öz qardaşından, anasından və atasından qaçacaqdır. Səndən öz atan qaçacaqdır. Öz anan səndən qaçacaq. Öz evladın səndən qaçacaq. Gör dostlar, yoldaşlar necə? Əl-əxilləu yevmə idin ba'duhum li ba'din aduvun illəl muttəqin. Yəni Allah Teala buyurur ki, qiyamət günü bütün dostlar bir-birinə düşmən kəsiləcək müttəqilərdən başqa. Yəni dünyada ikən dostluq başqa maraqlar üzərində qurulubsa, onların dostluğu düşmənçiliyə çevriləcək, amma təqva üzərində qurulan dostluq qiyamət günü də davam edəcəkdir. Yəni qiyamət günü hər kəs bir-birindən qaçacaqdır. Yəni təqva üzərində olanlardan başqa. Yəni qiyamət günü onlara ikram olunacaqdır. Və həmçinin insanın Ramazanı qarşılaması, haqları əhlinə qaytarması ilə istəyir bu mal tərəfdən olsun, əgər mal maddiyyat tərəfdən onu qaytarmalı və insan kiməsə qarşı həddini aşmamalı. Yəni yetimin malına, miskinin malına zülm etməməli və yaxud da zəifə qarşı zülm etməməli və yaxud da heç kəsin malını, haqqını götürməməlidir. Yəni insan bilməlidir ki, yəni qulun Rəbbi vardır. Yəni o eşidir, görür, bütün halları bilir. Və bütün xəzinələr, göylərin və yerin xəzinəsi onun əlindədir. Göylərin və yerin qoşunları onun əlindədir. Əgər insan zülm edərsə, ondan hamısı alınacaqdır. Və nə qədər insanlar arasında haqsızlıq olur, yəni zülm olur. Əgər insan qiyaməti gözünün qarşısında tutarsa, öldüyü anı düşünərsə, yəni bu müvəqqəti dünyaya görə başqasına zülm etməz. Yəni insan məşəqqətə, əzab, əziyyətə səbr edər, amma başqasına zülm etməkdən həzər edər. Və həmçinin hazırlıq yenə qeyd olunduğu kimi tövbə ilə olur. Allah Teala buyurur: "Ya eyyuhellezine amenu tubu ilallahi tövbeten nasuha." Ey iman gətirənlər, siz hamınız Allaha nasuh, səmimi tövbə edin. Yəni bütün günahlardan, kiçiyindən, böyüyündən insan gərək hamısından tövbə etməlidir. Və tövbənin də şərtləri bildiyimiz kimi günahı tərk etmək və peşman olmaqdır və gələcəkdə ona qayıtmamağa əzm etməkdir. Və bir də həmçinin ixlasın olması da Allah üçün olması və tövbə qapılarını bağlanmazdan əvvəl olmalıdır ki, tövbə qəbul olsun. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "İnnallaha yaqbalu tövbətəl abdi mə ləm yuğarqir." Allah Teala qulun tövbəsini qəbul edər, qarğara etmədikcə. Yəni ruh körpücük sümüklərinə çatana qədər artıq qəbuldur, ondan sonra isə qəbul deyildir. Yəni Allah Teala hər birimizi Ramazan ayına çatdırsın, bu ayda bağışlananlardan etsin.